1881-ci ildə Misirşünas alim Gaston Maspero Qahirədə Fransız Şərq Arxeologiya İnstitutunu qurur və ilk qazıntı yerini Sakkarada keçirir. Araşdırmalar zamanı o, divarlarında hieroqlif yazılar olan yeraltı otaqlara rast gəlir. Bu yazılar minilliklər boyunca insanlıq üçün sir olaraq qalmışdı. Çünki 19-cu əsrə qədər hieroqlifləri oxumaq mümkün değildi. Təsəvvür edin, yalnız 1969-cu ildə Misirşünas Raymond Volkner bu mətnləri ingilis dilinə çevirir və məhz o zaman insanlıq bu yazıların məzmunundan xəbər tutur. Bu yazılar arasında 553-cü bəyanat adlanan piramida mətnində bir fironun ölümündən belə bəhs edilirdi. Sənin üçün göy ağladı, yer sənin üçün titrədi, sən ulduz kimi göyə qalxdığın zaman. Bu sözlər qədim Misir fironlarının özlərini tanrı elan edərək öldükdən sonra da kainatın onlar üçün yas saxladığına inandıqlarını göstərir. Onlar düşünürdülər ki, ulduzlara qarışıb əbədi yaşayacaqlar. Amma indi baxın, Quran bu iddiaya necə cavab verir? Duxan surəsində Firon və onun ordusu haqqında belə deyilir. Nə göy, nə də yer onların adından ağlamadı və onlara möhlət verilmədi. Bu nə deməkdir? Bu, Allahın kainatın hakimi olduğunu və heç bir insanın, hətta özünü tanrı hesab edən Fironun belə kainatın nizamına təsir edə bilməyəcəyini göstərir. İnsan özünü tanrı hesab edə bilər. Öz ölümünü kainatın sarsılması kimi göstərmək istəyər, amma Allah qarşısında hər kəs acizdir. Elmi baxımdan da bu faktı təsdiq edən maraqlı bir nüans var. NASA alimləri kainatın genişlənməsi, planetlərin hərəkəti və ulduzların doğulub ölməsi ilə bağlı araşdırmalar apararkən kainatın təsirini və istiqamətini yalnız Allahın qoyduğu qanunlara uyğun olaraq dəyişdiyini bildirirlər. Heç bir insanın ölümü kainatın hərəkətinə təsir edə bilməz. Bu fakt göstərir ki, 1000 illər əvvəl özünü tanrı hesab edən Fironun iddialarını Allah Quran vasitəsilə cavablandırmış, kainatın yeganə hakiminin özü olduğunu bildirmişdir.